Kəsə, salam. Kanalıma, bir videoma xoş gəlmisiniz, əziz dostlar, şagirdlər. Deməli, bugün və əziz müəllimlər təbii ki, bugün mən istədiyim bir ədəbiyyatdan video paylaşaq. Mən həm Azərbaycan dili, həm ədəbiyyat müəlliməsi kimi çıxış eləyirəm, yəni fəaliyyət göstərirəm, belə deyim. Bu kanalımı yeni edə bilirsiniz ki, bilənlər biləcək. Videoya keçməmişdən əvvəl sizdən xahişim olacaq ki, videonu bəyənəsiniz, yorum yazasınız. Müsbət, mənfi fikirlərinizin hər biri mənim üçün qəbuldur, yorumda bildirərsiniz. Sözü çox uzatmayacağam. Ədəbiyyatdan ilk mövzu olaraq istədim ki, mənə görə ədəbiyyatın ən maraqlı qəzəllərindən biri sayılan, daha doğrusu yaradıcılarından biri sayılan İmaməddin Nəsimidən danışaq və onun qəzəllərindən birini təhlil edəcəyik və o da Sığmazam qəzəlidir. Videonun başlarında da qeyd etmişəm. İlk öncə biz İmaməddin Nəsimi kim olub, yaradıcılığı nə olub, həyatı necə olub, onlardan danışacağıq. Zənnimcə İmaməddin Nəsimini tanımayan yeganə şəxslər ola bilər ki, amma İmaməddin Nəsimi ədəbiyyatda, yəni çox tanınan insanlardan biridir. İlk öncə belə deyim, İmaməddin Nəsimi haqqında bir iki məlumat verim, sonra buradan təhlilinə keçəcəyik. İmaməddin Nəsimi ümumiyyətcə bilməliyik ki, İmaməddin Nəsimi bircə dəqiqə. İmaməddin Nəsimi yaza bilsəm inşallah ki yazacağam. İmaməddin Nəsimi 3 dənə, bu necə 3 idi bilmirəm. Nəysə, boş verin. İmaməddin Nəsimi ümumiyyətcə bilməliyik ki, bizə məsələn deyə bilər ki, testdə neçə dil bilirdi? Deyəcək ki, İmaməddin Nəsimi 3 dil bilirdi. 3 dili mükəmməl bilirdi və 3 dili mükəmməl bilməsinin sayəsində həmin bu Nəsimi yaxın şərq bədii fikrinin ən gözəl nailiyyətlərinə yiyələnmiş, geniş biliyə, parlaq istedada, yüksək sənətkarlıq mədəniyyətinə malik olan ustad bir şair kimi Azərbaycan şeirlərinə və türk xalqlarının ədəbiyyatına istiqamət verib İmaməddin Nəsimi. İndi biz bunu danışacağıq həyat yaradıcılıq rolundan. Ümumiyyətcə İmaməddin Nəsimi necə dəqiqə? İmaməddin Nəsimi 1369-cu ildə anadan olub, 1417-ci ildə isə vəfat edib. Bu belə. Ümumi məlumat verək İmaməddin Nəsimi haqqında. Eləmə. İmaməddin Nəsimi deyə bilər ki, sizə yaradıcılığa epik, dramatik belə bir şey deyər, qətiyyən. İmaməddin Nəsimi yaradıcılığa lirik şeirlərlə başlayıb, lirik. Və onun bütün əsərləri yalnız lirik növdədir. Yalnız lirik növdədir və əruz vəznindədir onun əsərləri. Və Azərbaycan dilində də əsər yazıb, ərəb dilində də əsər yazıb, fars dillərində də əsər yazıb. Amma bütün əsərlərini ancaq nəzmlə yazıb, nəsrlə heç bir əsəri yoxdur. Yəni ancaq lirik növdə, dediyim kimi epik növdə heç bir əsəri yoxdur və poema müəllifi də sayılmır. Daha sonra bizə deyər ki, hansı şeirlərin əsasını qoyub, biz deyəcəyik ki, ana dili, fəlsəfi şeirinin əsasını qoyub və müxtəlif şeir vahidlərindən istifadə edib, hansı ki, bənd və beytdən istifadə edib. Bu, bunun haqqında ümumi bir məlumat. İndi keçək onun həyatına, görək onun həyatı necə olub. İmaməddin Nəsimi 13-14-cü əsrlərdə baş verən mühüm ictimai, siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb olur. Baxın, 13-14-cü əsrdə bir ictimai, siyasi, tarixi hadisələr baş verir Azərbaycanda və o da sabitliyin, yəni düzlüyün pozulmasına səbəb olur. Daha sonra baxın, Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış, Toxtamışla Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verir. Və işğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olur. Və yerindən, yurdundan didərgin düşən əhali başqa ölkələrə üst tuturdu, xəstəlik, aclıq, ölümdən qarşılaşırdı. Gördüyünüz kimi Azərbaycan böyük bir faciə ilə üzləşirmiş. Və digər tərəfdən də orta əsrlərdə belə deyək də hakim olan
İdeologiyanın ağır təzyiqləri 14-15-ci əsrlərdə açıq gizli mübarizə üçün zəmin olur. Yəni müxtəlif təriqətlərin, cərəyanların yaranmasına bir mühüm səbəbi də məhz bu idi elə. Azərbaycanda, eləcə də yaxın, orta, şərqdə ən geniş yayılmış təriqət hürrufili idi. Baxın, bu çox önəmli bir məqamdır. Bunu da yadınızda saxlamalısınız ki, ən geniş yayılmış təriqət hürrufili idi. Bu təriqətin də başçısı, nəzəriyyəçisi Azərbaycanın alimi və şairi Şeyx Feyzullah Nəimi olmuşdu. Bax, Nəsimi demirəm. Şeyx Feyzullah Nəimi olmuşdu. Nəyin? Hürrufiliyin, yəni bu hürrufili təriqətinin başçısı, nəzəriyyəçisi. Kim olub? Şeyx Feyzullah Nəimi olub. Bu hürrufiliyə görə, hürrufili nə? Yəni bu hürrufiliyə görə Allah insanda və mövcud olan bütün varlıqlarda təcəssüm tapırdı. Yəni hansı varlıqlar ki var, elə bilirlər ki, Allah həmin o varlıqlarda bir dənə təcəssüm tapır. Bu hürrufiliyə görə elə idi, yəni. Elə buna görə də insan öz varlığındakı ilahi nuru dərk eləməlidir. Bunun üçün o daim əqli mənəvi təkamül yolu keçməli, təkmilləşməli, qəlbini saflaşdırmalıdır. Bu belə də önəmli bir məqam deyil. Yəni biz buradan görürük, nə görürük? Baxın, bununla hürrufilər ictimai haqsızlığa uğrayırlar, zülmə qarşı çıxırlar, İslam dininin bir sıra ayinləri ilə razılaşmırlar. Hürrufilərin feodal hakim dairələri İslam xadimləri tərəfindən təqib və edam edilmələrinin mühüm səbəblərindən biri bu idi. Yəni biz bunlardan nə görürük? Biz bunlardan görürük ki, biz bunlardan nəyi görürük? Görürük ki, bunlara görə deməli nə olub? İmaməddin Nəsimi çox keçməkeçli bir dövrdə yaşayıb. Onun doğulduğu illə, baxın, siz müxtəlif mənbələrdən oxuya bilərsiniz. Hər mənbədə eyni yazmır. Elə mənbələr var ki, orada onun dəqiq harda doğulduğunu, nə vaxt doğulduğunu yazır. Amma elə mənbə də var ki, onun dəqiq doğulduğu məlumatın yox mənasında verir. Yəni onun doğulduğu ildir, yerdir. Bu barədə fərqli fikirlər var. Bilə bilmərik. Və həyatı haqqında gerçəliyən çox rəvayət, əfsanələri əks edən məlumatlar mövcuddur. Deməli, Nəsimi necə olub, nə edib? Dini və dünyəvi elmləri dərindən mənimsəyən gənc, həssas şair, insana amansız, qeyri-humanist münasibətlərlə heç cür barışmırdı. Yəni o insanı müqəddəs tuturdu. İnsanlara zülm, işgəncə eləməklərinə, yəni onlarla barışa bilmirdi. Bu da onu düşünməyə, yollar aramağa sövq edirdi. Deməli, Nəsimi əvvəl sufizmə meyl edib. Sufizmə əvvəllər meyl edən Nəsimi sonralar Nəiminin görüşlərinə tərəfdar çıxır. Deməli, Nəsimi əvvəllər sufizmə meyl edirmiş, amma sonralar bu Nəiminin görüşlərinə tərəfdar çıxır. İndi baxın, hürrifilərin mövqeyi onun ürəyincə idi, Nəsiminin ürəyincə idi. Yəni Nəsimi biraz sufizmə meyl edib, amma ömrünün nə qədər hissəsini o hürrifilərin mövqeyini tutub. Yəni Nəsimi burada, siz yadınızda saxlayın ki, biz 2 dənə nədən danışırıq? İndi biz burada 2 dənə tərəqqi deyək də ona biz. Təriqətdə, 2 dənə təriqətdən danışırıq. Bir sufizmlə danışırıq. Allahım. Bir sufizmlə danışırıq biz bu Nəsimidə. Həm də nədən danışırıq? Hürrifilərdən danışırıq. Yəni 2 dənə təriqət var burada. Bunu da yadınızda saxlayın. Hürrifilərin mövqeyi onun ürəyincə idi və Nəsimi elə bir elmi fəlsəfi dayağı axtarırdı ki, onun köməyi ilə insana öz adının uca, mövqeyinin yüksək olduğunu anlamağı öyrətsin. Və böyük ehtirasla, coşqunluqla hürrifi ideyalarını yayan, təbliğ edən şair təqib olunur. Ölkədən ölkəyə keçməyə məcbur olan Nəsimi əqidəsindən üz döndərmir və alovlu şeyləri ilə çoxlu tərəfdar tapır. Ümid edirəm ki, aydın oldu burası. Hələb şəhərində, baxın, deyəcək Nəsimi hansı şəhərdə həbs edilib? Nəsimi Hələb şəhərində
Hələb şəhərində həbs edilən bu cəsur sənətkar nə zaman ağır işgəncələrlə edam olunur? 1417-ci ildə ağır işgəncələrlə Allahım, o qədər dərslərə çıxmışamsa, ağır işgəncələrlə edam olunur. Bu belə. Nəyə görə? Çünki o bir çıxış yolu axtarır da o işgəncələrə. Ona görə onu edam edirlər Hələb şəhərində. Kinosuna da baxsaz, buna qulaq asandan sonra kinosuna da baxsaz sizə daha da çox aydın olacaq. İndi gəlin biz onu danışaq yaradıcılığından. Görək bunun yaradıcılığı necə olub. İctimai fəlsəfi lirikanın ən qüdrətli yaradıcılarından olan Nəsimi şeirlərin müxtəlif janrlarında yazıb. Bədii irsində qəzəl, qəsidə, tuyuq, rübai, müstəzad və s. yer alıb. Baxın, sizə deyə bilər ki, Nəsimi tuyuqdan istifadə eləməyib, yadınızda saxlayın, Nəsimi də tuyuqdan istifadə edib. Yəni, tuyuqdan istifadə edib deyə bir şey yoxdur. Ən çox biz bunun qəzəlindən indi danışacağıq. Qəsidə, tuyuq, rübai, müstəzad da var təbii ki. Və zəngin irsi qalan şairin, yəni əsərlərinin mövzusuna, ideya istiqamətinə görə iki böyük qismə ayırırıq. İdeyasına görə iki böyük qismə ayrılır əsərləri. 1. Təriqət şeirləri var, bir də dünyəvi şeirləri var. Yəni, bundan əlavə də onun dini mövzuda yazdığı əsərlər var. Dünyəvi şeirlər deyəndə nə nəzərdə tuturuq? Çünki dünyəvi şeirlər deyirik. Məsələn, bax, o qadının rolundan danışırdı, baxın, məsələn, təbiətdən danışır. Bu dünyəvi şeirlərdir. Təriqət də ki, bax, məsələn, dindən danışır. Yəni, indi iləridə oxuyacağıq. Ramazan bayramıdır, dini ayinlərdir, İslam dinidir. Bunlardan danışıb doğru təriqət şeirləri. Bayaq qeyd etdiyimiz kimi, Nəsimi öncə sufizmə meyl etdiyinə görə ilk dəfə təriqət şeirləri olub. Lakin belə deyək, Nəsimi öncə sufizmə meyl etdiyindən ilk təriqət şeirləri nə olub? Sufiyanə olub. Lakin sufi ideyalarının təbliğinə həsr olunmuş əsərləri kəmiyyətcə hürufi şeirlərdən azdır. Bu da elə bir məlumat deyil, vacib. Şairin, baxın, sizə deyər ki, Nəsimi ancaq fars dilində yazıb şeirlərin. Xeyr, Nəsimi şair həm doğma türkcəmizlə, həm də fars dilində yazıb şeirlər. Həm doğma türkcəmizlə, həm də fars dilində yazdığı şeirlərin böyük bir qismində hürufilik ideyalarının ifadəsinə önəm verilib. Bu qəbildən şeirlər sənətkarların hürufilik görüşləri, mənsub olduğu təriqətin mühüm müddəaları barədə aydın təsəvvür yaradıb. Baxın, onun söz, sığmazam, mənəm mən, daim ənəl-həq söylərəm, həqdən çü mənsur olmamışam. Mərhaba insani kamil canımın cananəsi. Bu misraları ilə başlayan qəzəlləri, eləcə də digər janrlarda olan əsərləri 100 illər boyu diqqət özünə cəlb edib. Və belə əsərlərdə hürufi termin və anlayışlarına xeyli yer verilib. Hürufi. Yəni görürsünüz, mən bayaqdan hürufidən danışıram. Çünki Nəsimi ən çox hürufinin davamçısı olub, hürufinin, yəni tərəfdarı olub. Sonra onların şərhi şeirdəki əsl mətləbin başa düşülməsini asanlaşdırır. Baxın, məsələn, bu yuxarıdakı adı çəkilən qəzəllərin birində deyilir. Çün bizə məlum olubdur məniyi ümmül kitab. Arifəm səmmə sığmaz zahidin əfsanəsi. Burada deyir ki, ümmül kitab. Ümmül kitab nədir? Ümmül kitab Quranın Fatihə surəsi anlamındadır ümmül kitab. Həmin surənin daxili mənasını ilahi sirlər təşkil edir. Və bu sirlər alif olan huriflərə məlumdur. Baxın, Fatihə surəsi deyirəmsə, deməli, burada İslamdan danışır da. Bu, yəni, hürufi termindir. Yəni, belə bir uca məqama yüksələn aliflər, hüruflər üçün zahidin dedikləri mənasız sözlərdən başqa bir şey deyil. Nəsiminin təriqət şeirlərində biz həm insanın ilahi, həm də bəşəri keyfiyyətlərinə malik olub öz gücü və ucalığı ilə seçilməsini görə bilərik. Və hürufi təliminə əsaslanan şair insanı müqəddəsləşdirir. Mən bayaq sizə dediyim, o insanı müqəddəs hesab edir, zülmə falan göz yuma bilmir. Onun alçaldılmasını, incidilməsini lənətləyir.
Nəsimini hürufi ideyalarına cəlb edən də insanın şərəfli mövqeyə ucaldılması idi. Yəni o onu hürufi ideyalarına cəlb eləyib. İndi isə Nəsiminin ikinci qism olan dünyəvi şeirlərini deyək. Dünyəvi şeirləri də az deyil. Onlar mövzuca rəngarəngdir və dünyəvi məhəbbətin, gözəlliyin tərənnümünə həsr olunanlar, ictimai fəlsəfi məzmunda yazılanlar, təbiətə həsr edilənlər və s. bunlar dünyəvidir. Və bu əsərlərin də böyük bir qismi qəzəl, bir qismi isə başqa janrlarda qələmə alınıb. Baxın, neylərəmdir, etməgildir, yanaram və s. Bunlar məhəbbəti tərənnüm eləyən qəzəllərdir. Və təriqət şeirlərindəki yar, dilbər, ilahi gözəlliklə bağlıdırsa, burada tərənnüm edilən sevgili məhbub Adəm övladı olub. Yəni, uzun dedim, yəni belə deyək istəyəm. Baxın, təriqət şeirlərindəki o deyirik, yar, dilbər, bu ilahi gözəlliklə əgər bağlıdırsa, həmin bu qəzəllərdə tərənnüm edilən sevgili məhbub kimdirsə, Adəm övladı olub bəşəri xislətlidir. Real gerçəkliyin maddi aləmin yetirməsidir. Yəni ki, o, lirik qəhrəman üçün ən qiymətli varlıq, həyatın mənasıdır Adəm övladı deyirəm. Deyir, dilbəra, mən səndən ayrı ömrü canı neylərəm? Tac-ı təxti mülkü mağlu xanimanı neylərəm? Dilbəram, bunu orada qiymətli varlıq deyil, varlıq kimi nəzərdə tutur. İstərəm vəsl cəmalın ta qılam dərdə dəva. Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Baxın, məşuqun zahiri gözəlliyinin təsvirinə həsr olunan, düşdü yenə dəli könül gözlərinin xayininə. Əcəba bu, nur üzlü mahi, bədir ya... Üzr istəyirəm. Bədir ya pərimi və s. kimi qəzəllərdə eləcə də bu mövzuda digər janrlarda yazdığı şeirlərdə daha çox biz nəyi görürük? Həyati, gerçək, gözəl tərənnüm obyekti olaraq görürük. Və Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai fəlsəfi məzmunlu şeirlər təşkil edir. İctimai fəlsəfi məzmunlu şeirlər. Yəni, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində biz fəlsəfi fikirlərdə önəmli yer tutduğunu görə bilərik. Onun ictimai fəlsəfi şeirlərində əhatə edilən məsələlər daha çoxdur. Dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi, onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s. Baxın, bizim bir qeydimiz var ki, indi mən bir qəzəl deyəcəyik, o qəzəlin ilk beytində olan. Oxuyaq bir dəqiqə. Yoxdur vəfası dünyanın, aldanma anın alnına. Rəngindən oldu münfəil, hər kim boyandı alnına. Arısı yalandır, saqın dadılısına aldanma. Kim? Acıdır anın şəkəri, ağı qatılmış balına. Qəşəng bir bənddir. Yəni deyir ki, burada ilk beytdə olan bu alına cinas qafiyədir. Amma bu əsas vermir ki, bu aşağıdakı şeirdə təclis deyilsin. Yəni bu alına buna cinas qafiyədir, onu deyir. Və şeirdəki bədii irsdə təbiətə həsr edilmiş şeirlər sadəcə az olsa da onlar ideya bədii keyfiyyətinə görə ədəbiyyatımızda yəni sayılır, bəli. İndi gəldik nəyə? İmaməddin Nəsiminin ən gözəl, ən tanınmış olan Sığmazam qəzəlinə. Gəlin görək necədir bu Sığmazam qəzəli və onu biz neyniyək? Təhlil eləyək. Oxuyaq. Bunu fosforlamayacağım. Göz yormasın. Mavi eləyək bunu. Deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər-i la məkan mənəm, kövn-ü məkana sığmazam. Burada iki cahan deyir ha. Burada iki cahan deyəndə bu həm maddi, yəni indi bizim yaşadığımız cahanı, həm də mənəvi o cahanı, o dünyanı nəzərdə tutur. Deyir ki, məndə hər iki cahan sığır,
Amma mən bu dünyaya sığmıram. Daha sonra burada deyir gövhər ilə məkan mənəm. Deyir ki, gövhər ilə məkan mənəm. Gövhər ilə məkan nədir? Yəni gövhər ilə məkan konkret bir məkan bildirir. Baxın, bunun burada lüğəti də var. İstəyən onu da öyrənə bilər. Gövhər ilə məkan deyəndə deyir ki, yəni məkansız gövhər də mənəm. Amma varlığa da, məkana da sığmıram. Bunu deyir. Ərşlə fərşu kafi nun, məndə bulundu cümlə çün. Kəs sözünü və əbsəm ol, şərh-ü bəyanə sığmazam. Ərşlə fərşu nə deməkdir? Buradan qeyd eləyirəm. Ərş göy deməkdir. Fərşu da yer deməkdir. Bunu da buradan qeyd elədim. Deyir göylə yer və kafla nun. Hamısı məndə tapılıb. Hamısı məndə tapılıb deyil. Və deyir sözünü kəs. Lal ol. Əbsəm ol deyir, yəni lal ol deyir. Şərhə və bəyanə sığmaram. Kaf və nun da var ol deməkdir. Var ol. Yəni deyir ərşlə fərşu kafi nun. Yəni var ol. Göy, yer, var ol. Belə. Kövn-ü məkandır ayətim. Zat-ı durur bidayətim. Sən bu nişanla bil məni, bil ki nişanə sığmazam. Yəni deyir ki, varlıqla yer mənim əlamətimdir. Başlanğıcım da varlığın sahibi olan zat ilə bağlıdır. Sən də deyir məni bu nişanla tanı və bil ki bu nişana da sığmazam. Kimsə gümanı zənn ilə olmadı həqqi ilə bilir, həqqi bilən bilir ki, mən zənn gümanə sığmazam. Yəni ki, baxın, bir şey demədim. Burada deyir, başlanğıcım varlığın sahibi olan zat ilə bağlıdır. Zat da ki, deyir, əsldə, yəni deyir, sənin zatın, yəni sənin əslinlə, yəni deyir, əslimlə bağlıdır. Sonra başqa burada demədiyim bir şey yoxdur ki. Bax, deyir ki, kövn-ü məkandır ayətin. Yəni, sənin nişanın kövn-ü məkandır. Zat-ı durur bidayətim, onu da dedim. Kimsə güman zənn ilə olmadı həqqi ilə bilir, həqqi bilən bilir ki, mən zənn gümanə sığmazam. Deyir ki, heç kimsə deyir, güman zənn ilə haqqı bilib tanımadı. Haqqı bilən bilir ki, mənim güman zənnə sığmayacağımı bilir. Yəni, haqqı bilən mənim gümanla zənnə sığmayacağımı da bilir. Belə, bu belə. Gənc nihan mənəm mənuş. Eyni eyan mənəm mənuş. Gövhər ikan mənəm mənuş. Bəhrə bükanə sığmazam. Yaxşı. İndi görək burada nə deyir? Deyir ki, gənc nihan nədir? Gənc nihan gizli bir xəzinə deməkdir. Gənc nihan gizli xəzinə deməkdir. Və burada bəhrə bükanə sığmazam deyir. Bəhrə bükan da dəniz və mədən deməkdir. Deyir, gizli xəzinə də mənəm. Eyni əyan. Əyan nədir? Görünən deməkdir. Əyan olmaq, görünmək deyir. Yəni, gizli xəzinə də mənəm. Görünən də mənəm artıq. Gövhər ikan mənəm. Yəni, mədənin gövhəri də mənəm. Dənizə və mədənə də sığmaram. Daha sonra nə deyir? Zərrə mənəm, günəş mənəm. Çar ilə pəncu şeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Bax, burada bu çar 4 deməkdir. Şeş 6 deməkdir. İndi onu sizə deyəcəyim. Zərrə də deyir mənəm. Günəş də mənəm. 4 ilə 5 də mənəm. 5, 6 da mənəm. Baxın, 4 burada nədir? 4 burada bizim 4 ünsürümüz var. Düzdür? Torpaq var, su var, hava var, od var. 5. Pəncu 5'dir. Bizim 5 dənə də duyğu orqanımız var. Bu belə və 6 şeş nədir? 6 da ki, 6 dənə bizim tərəfimiz var, 6 tərəfdir. Yəni, anladılan deyir, anladılan surəti gör bəyan ilə. Yəni, deyir, anladılan ilə surəti gör, çünki bəyanə də sığmazam. Bunu deyir.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, gül şəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Deyir ki, mən sifətlərlə bircə zat iləyəm. Qədr iləyəm bərat ilə. Bərat da nədir? Bərat da ki, yəni deyir bərat gecəsi ilə birlikdə. Bərat gecəsi ilə birlikdə deyir, qədr gecəsi ilənəm. Şəkər bitkisi ilə deyir, gül mürəbbəsiyəm, bəstə dəhanə sığmazam. Yəni qapalı bir ağza sığmazam. Burada belə bir məlumat da verir ki, Ramazan ayından əvvəlki Şaban ayının 15 gecəsi bəratdır. Ramazan ayının 27-si gecəsi isə Quranın göydən yerə enməsi olduğuna görə Qədir gecəsi hesab edilir. Şəms mənəm, qəmər mənəm, şəhdilə həm şəkər mənəm. Ruhi rəvan bağışlaram, ruhi rəvanə sığmazam. Yəni burada nə demək istəyir? Deyir ki, şəms mənəm, qəmər mənəm, şəhdilə həm şəkər mənəm. Şəms nədir? Aydır. Qəmər nədir? Günəşdir. Deyir, günəş də mənəm, ay da mənəm, balla şəkər də mənəm. Ruhi rəvan bağışlaram. Yəni deyir ki, ruhi rəvan nədir? Axıcı deməkdir. Deyir, axıcı ruh bağışlayaram, amma o axıcı ruha da sığmazam. Gerçi baxın, bu misrada önəmli məqam var ki, bu misrada artıq Nəsiminin adı çəkilir. Gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm. Bundan uludur ayətim, ayət-ü şanə sığmaram. Deyir ki, bugün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm. Qüreyş, yəni Qureyş oymadığındanam da. Qureyş verib burada mənasını Qureyşin. Deyir, Qureyş oymağındanam da. Və deyir ki, bundan uludur ayətim. Yəni deyir, mənim ayətim əlamətim deyir. Deyir, mənim əlamətim bundan uludur. Həmin bu əlamətlə şanə də sığmaram. Bu belə. Əsərin təhlili. İndi gəlin keçək biz əsərin təhlilinə, çünki ən belə deyim, mühüm məsələ əsərin təhlilində olur ki, suallar deyil, əsərin təhlilindən salır din. Əsərin təhlili. Sığmazam Nəsiminin dünya görüşü və yaradıcılığı üçün ən səciyyəvi əsərlərdən biridir. Yəni, başqa sözlə bu şeir müəllifin hürufi görüşlərini parlaq ifadə etdiyi kimi, sənətkarlıq məharəti barədə də aydın təsəvvür yaradır. Deməli, qəzəl şairin hansı şeirlərindəndir desə, deyəcək təriqət. Sığmazam qəzəli İmaməddin Nəsiminin təriqət şeirlərindəndir. Niyə təriqət oldu? Çünki biz orada dini ayinləri də gördük. Şeirdə hürrufiliyin əsas müddəalarından biri insanın Allahla, eləcə də maddi mənəvi aləmlə eyni olması fikri əksini tapıb. Yəni insanı o Allahla eyni tutur da ki, çoxsu bunu pis qarşılayır, amma bu orada demək istəyir ki, yəni Allah insanı yaradıbsa, bizim üstümüzdə Allahın hansısa bir şansı var. Yəni deyir, Allah insanı yaradıbsa, o Allahın hansısa bir xüsusiyyətlərindən, yəni insan da daşıyır. Yəni o mənada deyir burada. Yəni Allahla insanın eyni olması fikri əksini tapıb. Yəni bu səhv qarşılamaq kimi bir şey yox. Əsər lirik qəhrəmanın monoloqu təsirində bağışlayır. O əsas fikrin ifadəçisi yerində çıxış eləyir. Lirik qəhrəman qətiyyətlidir və fikirlərinin də doğru olduğuna əmindir. Yəni deyir ki, mənim fikirlərimə heç kim şübhə eləməsin. Çünki deyir, mənim fikirlərim hamısı doğrudur. Buna görə də elə söylədiklərini hökm şəklində dilə gətirir. Baxın, bu vacib məsələdir, hökm şəklində dilə gətirir. Və ona bəyan eləyir. Bəyan eləyir ki, onda 2 dənə cahan sığsa da, maddi mənəvi aləm sığsa da, o özü bu aləmə sığmır. Varlığa, məkana sığmadığının bir səbəbi də məkansız gövhərdir. Məkansız gövhər də Allaha məxsus sifətdir. Sonra o öz mövqeyini çəkinmədən, qorxmadan müdafiə eləyir və Allaha və bütün yaradılmışlara nə aid nə varsa hamısının özündə təcəlli etdiyini bildirir. Yəni onu, yəni insanı şərh etməyə çalışanlara susmaq, lal olmaq barədə xəbərdarlıq eləyir. Çünki heç bir şərhə və bəyanə sığmadığını bilir. Bu da Allaha məxsusdur. O uludur.
başlanğıcı zatla, yəni varlığının sahibi ilə başlanır. Bayaq oxuduq. Bütün var olanlar onun əlamətidir və bu nişanla tanınır. Lakin həmin nişana da sığmır. Nə deyir? Deyir ki, sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam da. Deyir, nə deyir? Deyir ki, kövlü məkandır ayətim, zat edir bidayətim. Deyir, yəni varlığımın sahibi ilə başlanır, zatla. Qəzəldə obrazlılığı, bədiliyi təmin edən vasitələr çoxdur. Səslərin, xüsusilə samitlərin təkrarı, yəni alliterasiya, bu miqə düşürən çox etsə, yəni siz bədii təsvir ifadə vasitələrini bildiniz, bəsinizdir. Bol-bol işlənmiş təkrir, təzad, ec və digər ifadə vasitələri şeirin bədii keyfiyyətinin artırmasına əhəmiyyətli təsir edib. Sözlərin məharətlə seçilməsi, misra daxilində bir-biri ilə əlaqələndirilməsi və yerində işlədilməsi, uğurlu qafiyələr sənətkar ustalığından və zəhmətindən xəbər verir. Bədii vasitələr bütövlükdə əsərdə güclü ahəngin yaranmasına səbəb olub. Məhz bu ahəng şeirin əzəmətli çağırış ruhunda səslənməsini təmin edir. Belə səslənmə isə qəzəlin ideya və məzmununa tam uyğundur. Və bunu da çalışın ki, əzbərləyin ki, qəzəl əruz vəzninin rəcəz bəhrindədir. Baxın, rəcəz bəhrindədir. Bunu əzbərləməlisiniz ki, rəcəz bəhrindədir. Təmtəraqlı ahəngi ilə fərqlənən bu bəhrin seçilməsi təsadüfi deyil, o qəzəlin ideya məzmununa uyğundur. Gəlin, indi biz əsərlə bağlı bir dənə ümumi qeydlərə də nəzər salaq. Qəzəl dediyimiz kimi əruz vəznində rəcəz bəhrində yazılıb, müəllifin dünya görüşünü ifadə edir və təriqət şeirlərindəndir. Əsərdə qətiyyən məhəbbət mövzusuna yer verilmir. Yəni, əsərdə məhəbbətdən heç nə danışmır. Cisimin soyulmasına razı olsa da öz fikrindən dönmür. Bilirsiniz də, Nəsiminin dərisini soyurlar, yəni cismini soyurlar. Cisminin soyulmasına razı olur, amma yenə də öz fikirlərindən dönmür. Bunu biz bu qəzələ aid edə bilmərik. Çünki bu Ağrımaz qəzəlindədir. Yəni, onun dərisinin soyulması da. Sonra lirik qəhrəmanın monoloqu təsirini bağışlayır. Qəzəldə hürrufilik düşüncələri öz əksini tapıb. Sufizm yox, hürrufilik. Lirik qəhrəman öz adını çəkir. Baxın, orada Nəsiminin adı çəkilir, amma Nəsimiyə müraciət edilmir. Yəni, Nəsimiyə müraciət eləmir. Adını çəkir, amma müraciət eləmir. O, əsas fikrin ifadəçisi yerində çıxış eləyir. Lirik qəhrəman, yəni Nəsimi necədir? Qətiyyətlidir. Bütün yaradılmışları yer üzünün əşrəfi hesab etmir və fikirlərinin də doğru olduğuna əmindir. Elə buna görə də söylədiklərini hökm şəklində dilə gətirir, güman şübhə şəklində yox. Və bəyan eləyir ki, onda 2 dənə cahan sığır, bunu dedik, varlığa və məkana sığmadığını o mövqeyini çəkinmədən, qorxmadan müdafiə edir. Allaha və bütün yaradılanlara aid nə varsa hamısının özündə təcəlli etdiyini bildirir. Onu insanı şərh etməyə çalışanlara susmaq, lal olmaq barədə xəbərdarlıq edir. Çünki heç bir şərhə, bəyanə sığmadığını bilir. İmaməddin Nəsimi və Sığmazam qəzəlinin izahı bu qədər. Ümid edirəm ki, aydın oldu. Ondan sonra gələcəyik biz danışacağıq Şah İsmayıl Xətaidən, bəlkə Nizamidən danışdığım, Nizami Gəncəvidən. Amma bilmirəm, Nizami Gəncəvi biraz uzundur. Bəlkə onun yaradıcılığını ayrı danışdım, əsərlərində ayrı danışdım. Ümid edirəm ki, sizə aydın oldu. Bəyəndinizsə izahımı bəyənməyi və fikrinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın.